Salam gönül dostları, gönül insanları. Allahın rəhməti, bərəkəti sizin üzərinizə olsun. Deməli 20-ci söhbətimiz olacaq inşallah Allahın izinə. Birinci şəhidimiz Səmədov Elvin. Allah rəhmət eləsin, Allah məkanı cənnət eləsin. Deməli hidayət mövzusu haqqında. Hidayət nədir? Kimlər hidayət olunur? Mövzu o haqqında olacaq inşallah Allahın izni ilə. Demək hidayət nədir? Hidayət Allahın qulunun qəlbinə İslamın nemətinin, İslamın işığının yanmasına, alovlanmasına, qızarmasına deyilir. Subhanallah. Yəni insanın qəlbində iman olar, əxlaq olar, İslam olar. İnsanın qəlbində Allahın rəhməti, bərəkəti, mərhəməti varsa, Allah, deməli o hidayət olunur. Deməli ona Allah imanın işığını, İslamın nurunu qəlbində qoymuşdur. Subhanallah. Yəni insan qəlbində iman olar, İslam olar qısacası. Və insan deməli dünyada Allahın var olduğunu bilər və ona görə həyatını nizamlayar. Və insan Allahını sevər, Peyğəmbərini sevər, kainatı sevər, insanları sevər. Gələk hidayət deməli kimlər verər? Hidayəti vermək Allah məxsusdur. Subhanallah. Yəni Allah insan hidayət verməz. Hidayət Allah məxsusdur. Hidayəti Quranda yazır ki, hidayəti vermək, almaq Allah məxsusdur. Yəni Allahın biləcəyi işdir. İnsan biləcəyi iş deyildir. Əgər hidayəti vermək insanın əlində olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm öz doğmacı əmisini Ebu Talibi İslam'a gətirərdi, amma gətirə bilmədi. Əgər insanın əlində olsaydı, onda Nuh əleyhissalam öz doğmaca Kənan oğlunu, minicik oğlunu, yavrucaq oğlunu İslam'a gətirə bilmədi. Hidayət olunmadı. Əgər hidayət olmaq insanın əlində olsaydı, onda Lut öz doğma zövcəsini, yoldaşını hidayət gətirə bilərdi. Amma gətirə bilmədi. Hidayət etmək insanın əlində olsaydı, İbrahim öz doğma atasını Azəri hidayətə gətirərdi. Amma gətirə bilmədi. Ya da Yaqub əleyhissalam öz doğma oğlanlarını hidayət gətirə bilərdi. Amma gətirə bilmədi. Deməli, öz oğlunu Yusifi quyuya atan öz oğlanları oldu. Yəni Allah olaraq birincidə hidayət etmədi, sonra Allah izni ilə onlar hidayət olundular. Və hidayətin olması üçün də insan daim dua etməlidir ki, Allah o iman neməti, birinci o şükürdür, hidayət neməti, çox gözəl bir İslam neməti, çox bir şükürdür. Dua etmək lazım ki, Allah həmd olsun, çox şükür mənə hidayət nemətini vermişsən və dua etməlidir ki, bu hidayət, bu İslam iman işığı qəlbində ölənə son belə dəqiqəyə qədər, ölüm anına qədər qəlbində o iman işığı, iman olsun qəlbində. Allah qorusun, insan iman edər, namaz əhli olar, oruc əhli olar, təqva əhli olar, zikir əhli olar, amma